Belə bir deyim var, yəqin ki, çoxunuz eşitmisiniz. Gecənin qabını saxlamazlar, gecə şeytanlar gəlir və onların içinə pislik edirlər. Bu nə qədər doğrudur, amma nə qədər doğru deyil, bilmirəm, doğrudur və yaxud da mən heç vaxt gecə işlərimi saxlamıram. Ağrıdığım nadir təqdirlərdə. Amma qalan vaxtı gördüyünüz kimi elə cinlər, şeytanlar bacıya gəlir və başlayır gecə saat 4-ə kimi, qızlar burada 4 idi, evləri çiçək kimi eləməyə. Miray yatandan sonra mən beləyəm. Yəqin ki, çox ana belədir. Uşağı yatandan sonra evlərini silir, yığışdırır. Çünki səhər yuxudan ayılanda o gözəl, təmiz mənzərəni nə qədər təmiz qalırsa indi görəndə çox sevinir. Ən azından həm də yüngüllük olur. Səhər evləri süpürüb yığışdırmağa yox, uşaqlarını məktəbə yola salmağa vaxt ayırır. Mən də həmçinin balaca körpəm var, ona vaxtımı ayırıram. Onun yeməyinə falan vaxtımı ayırıram və belə hər yeri yığışdırdım, sildim, kuxnanı, koridoru, rakvinanı yudum, ayaq yolunu yudum, amma ayaq yolunu burada göstərmirəm çünki etik deyil. Və qızlar, bu maddə çox möhtəşəm bir şeydir. Bu reklam deyil, həqiqətən də özüm hər dəfə alıram. Ərpin anasını ağladır. Çəkin götürün. Pasın anasını ağladır. Və qızlar, çox xahiş edirəm ki, səhifəmə dəstək olmağı unutmayın və siz də yazın görək, siz də mənim kimisinizmi? Və kimlər pul qazanmaq istəyirsə, gəlir əldə etmək istəyirsə, 21 gündən bir artan maaş qazanmaq istəyirsə, evdən oturaraq heç bir yerə çıxmadan və bunları əldə etmək istəyirsə, mütləq mənim şəxsi nömrəmə müraciət